Salam balıq ov həvəskarları. Sizləri yenidən Zahir İsmailin kanalında görmək mənim üçün xoşdur. Demək ki, sizlərə mən keçən çəkilişimdə söz verdim ki, balıq yemi düzəltmək üçün aparatlar barəsində geniş məlumat verəcəm. İnşallah videonu sonacan izləyin, bu barədə məlumat əldə edin. Kim istəyir sifariş verə bilər, kim istəyir baxıb düzəldə bilər. Yəni mən hər dəfə çəkilişlərimdə söz verirəm ki, balıq barəsində hansı məlumat bilirəmsə sizlərlə paylaşacağam və bilmədiklərimi də sizlərdən öyrənəcəm. İnşallah bu günləri uzun müddətli təcrübəm əsasında, yəni bu yemləri hardasa mən 10 il ilə yaxındır ki, bunları düzəldirəm, özüm istifadə edirəm. Super də effekt verir. Yəni çəkilişlərimdə də görürsünüz sazanları nə ilə tutduğumu. Əlbəttə ki, bax bu yemlərlə. Bu yemlərlə, bax yemlər bunlardır. Bax gördüyünüz kimi çiyələkli yemlər çox gözəl effektli. Kimə verirəmsə bu yemləri çox gözəl səsi sorağı gəlir. Bax bu çiyələklidir, bu sarımsaqlıdır. Simiçkalı vanillidir. Bax bu qayda ilə, bax gördüyünüz kimi, bax beləsinə bu seksiyasıdır. Bunu təmizləyib çıxardırıq, sonra bu vəziyyətə gəlib çıxır. Bunlar sarımsaqlıdır. Demək keçək aparatlara. Keçək aparatlara. Aparatlar bax bunlardır. Bir. Mən bunları sizə izah edəcəm. Ölçülərini sizə təqdim edəcəm. Yəni yenə dediyim kimi ölçüləri orada deyirəm ki, yəni imkanı olmayanlar baxıb düzəldə bilər. Beləsinə özü düzəltmək istəmirsə sifariş də verə bilər. Əlbəttə ki, videonun aşağısında WhatsApp nömrəm var, oradan əlaqə saxlaya bilərsiniz və sifarişlər verə bilərsiniz. Demək, keçək yem aparatlarını sizə təqdim etməyə. Demək, dəyərli dostlar, bax bu 12 ədədli yem aparatıdır. Bu 12 ədədli yem aparatıdır. Demək ki, bunun üstündə nə verilir? Üstündə nə verilir? Onun bir sizə təqdim edəcəm. Üstünün sıxması, bax görürsünüz, burada şarik var. Şarik atmışam. Bu şarik ondan ötərdir ki, bəzən yoldaşlar düzəldir, şariksiz düzəldir, birbaşa oturur dəmirə, bu lapa. Birbaşa dəmirə oturur, yaxşı sıxmır. Ancaq bu yumru halqanın üzərində hərəkət edəndə onda daha asan sıxılır və güc çox olur. Deməli, 12 ədədlidir bu. 12 ədədlinin üstündə nə verilir? Qapaqdır. Bunun seksiyasıdır, çərçivədir, altlıqdır. Bax bu qaydada ölçülər. Tez-tez deyirlər ki, ölçü barəsində zəhmət olmasa deyin. Əlbəttə ki, bilirəm ki, özləri düzəltmək istəyir, halallığını verirəm, düzəldim. Gördüyünüz kimi 51 santidir hündürlük, uzunluq 42-dir, en isə 34-dür. Alt hissəsində bu 12 ədədlidir. Alt hissəsində farsunka, qaz yandırmaq üçün belə farsunkadır. Alırsınız, qoyursunuz bura, krantın və şlankın qaza qoşursunuz, yandırırsınız. Bunun üstündə farsunka verilmir. 16 ədədlinin də, bu da 16 ədədlidir. 16 ədədlinin də üstündə farsunka verilmir. Şimdi 16 ədədlinin də sizə təqdim edəcəm. 12 ədədlidə, bax gördüyünüz kimi buranın eni 21'dir. Sonra 17 yarım bu çərçivənin, seksiyanın çərçivəsi, qapağın yan qapaqları 17 yarımdır. Sonra keçək 16 ədədliyə. 16 ədədlidə necə? On 16 ədədində də əlbəttə ki, bax bu qaydadadır. Bax görürsünüz, şarik. Bunun da içəri tərəfi halqaldır. Bu şarikin yarısı bir ucu düşür bunun içərisində hərəkət etmək üçün. Bu qaydadadır. Doldurandan sonra
sürüşdürürük bura və bu qaydada sıxırıq. Bunun yuxarıda sağ tərəfdə işarə gələcək. Bunun pişirilmə qaydası. Birinci, ikinci hissə var. Birinci hissə yuxarıda sağ tərəfdə işarə gələcək. Həmin işarədən daxil olub bunun pişirilmə, doldurulma qaydasının birinci hissəsinə baxa bilərsiniz. Videonun sonunda isə ikinci hissə var. Video qutarandan sonra sonunda ikinci hissə gələcək. İkinci hissəni isə oradan daxil olub baxa bilərsiniz. Keçək 20 ədədliyə. Deməli, bu bir rəqəmlə işarələyirəm. Kim istəsə, 1, 2, 3, 4 hansı rəqəmlə istəsə, ondan da sifariş verə bilər. 1, 12 ədədli, 2, 16 ədədli, 3, 20 ədədli. 20 ədədlidə nə var? ədədlidə farsunka var. Bax, gördüyünüz kimi altındadır farsunka. Sonra sıxmaq üçün bunun şarikdir, budur, qapaqdır, seksiyadır. Yemi doldururuq və sürüşdürürük bu hissəyə. Ən çox sifariş olunan isə 20 ədədlidir. 20 ədədinin üstündə nə verilir? Bax, gördüyünüz kimi budur. Farsunkadır, seksiyadır, qapaqdır, sıxmaq üçün şarik yeridir, çərçivədir, altlıqdır və ölçülər deyirəm sizə 20 ədədlinin 36 yarım, hündürlük 60, uzunluq isə 46-dır. İçinin ölçüsü 20 santıdır. Bu hissəsi isə uzunluğu isə 22 yarımdır. Bax bu qayda ilə. Demək, əsas bir şeyə diqqət edin. 1, 2, 3, 12 ədədli, 16 ədədli, 20 ədədli. Bunlar yalnız və yalnız öz ölçülərinə, yəni ki 12 ədəd çıxarda bilər, 16 ədəd çıxarda bilər, 20 ədəd çıxarda bilər. Bunun üstünə ikinci seksiya qoyubsa, çünki bunun rezvası davam gətirməyəcək. Yalnız və yalnız 20 ədəd, 16 ədəd, 12 ədəd çıxarda biləcək. Növbəti aparatlarda, niyə görə bunu deyirəm? Növbəti aparatlarda sizə təqdim edəcəm. Orada qiymətlərin fərqi də var və çıxartmağına görə gücünü də sizə təqdim edəcəm ki, nəyə qadirdir. 20 ədəd keçirik o birilərə. Misal üçün 24 ədəd. 24 ədəddə bax gördüyünüz kimi farsunka verilir. Ölçüləri deyirəm. 41, hündürlük 74, uzunluq 53, 53. İçinin ölçüsü 23, 20 yarım. Buradan ən verilir. Bax, rezbiyə fikir verin, dəyərli dostlar. Rezbiyə fikir verin. Rezanın qalınlığına, bunun qalınlığına fikir verin. Bu rezba ondan qat-qat güclüdür. Və bunun içərisinin qaykası 7-8 dişli, yəni gücü çoxdur. Bunun da qiymət fərqi var. Dördüncü aparatdır bu. Dördüncü aparatdır. Yenə şarik. Şarikin atlığı. Bu da sürüşəndir. Sürüşəndir. Qapaq, seksiya, çərçivə və atlıq. Və atlıq. Dördüncü aparat. Demək bunun fərqli cəhəti nədir? 4-dür, 5-dir, 6-dır. 1, 2, 3 nə? Fərqləri nədir bunların? 24 ədədlidir. 24 ədədlidir. Fərqi nədir? Gələcəkdə inşallah bu qapağa fikir verirsiniz. Bu 24-dür. Mən onu çəkiliş edib sizə təqdim edəcəm. Çəkiliş edib təqdim edəcəm onu sizə. Hələ ki, bax bu qaydada satılır.
Amma bunu alandan sonra bunun üstündən 24-ün üstündən 24-də qoyub, yəni 48 ədəd çıxarda bilərsiniz. Bax bu aparat 20, 16, 12 ədəddən çıxarda bilməzsiniz. Yalnız onu çıxarda bilər. Amma bu aparat 24 ədəd çıxardı, üstündən bir əlavə də seksiya əlavə edib 48 ədəd çıxarda bilərsiniz bununla. İstəsiniz lap 24 də əlavə edib 72 ədəd çıxarda bilərsiniz. Yəni bunun gücü çox fərqlidir. Çox fərqlidir. Keçəcək o bir aparatlara, o bir aparatlar da elədir. 5-ci aparat, 6-cı aparat. Belə. Demək dəyərli dostlar, 5-ci aparat. 5-ci aparatda nədir? 5-ci aparatda tam olaraq 4-cü aparatdan fərqlidir. Niyə görə fərqlidir? Bax gördüyünüz kimi, bax bunun qapağını götürdüm. Bax sürüşür. 4-cü aparat sürüşür. Amma 5-ci aparat sürüşmür. Yəni işi burada görürsünüz. Yemi doldurursunuz, qapağı qoyursunuz. Eyni qaydada o birilər kimi şarikləndir, qapaqdır, çərçivədir. Amma altlığı isə sürüşmür. Altlıq həm qalındır, ikilik 1.8-liklə düzəlir. Farsunka verilir, alt hissəsində farsunka var, farsunka verilir və əlavə olaraq 5-ci aparatda üstün presləmək üçün belə bir şey verilir, dəmir verilir. 5-ci aparat, bunun da gücü çoxdur. 12 ədəddən ta 100 ədəd kimi çıxarda bilir. 100 ədəd kimi çıxarda bilir. Yəni bu gücündə qadirdir. Bu gücə qadirdir. Beləsinə keçək 6-cı aparata. 6-cı aparat super bir şeydir. Yəni 6-cı aparat tam fərqli bir şeydir. Çox sifarişlər olanlardan biri də budur. Hal-hazırda 6-cı aparat bax budur. Presləmək üçün dəmir, farsunka. Əlbəttə ki, farsunka bağlanacaq ora. Sonra sürüşənləndir, qabağa çəkirilir. Budur, şarı qoymaq üçün dəmir. Qapaq. Bax gördüyünüz kimi 30 ədəddir. Hal-hazırda bax bu qaydada satılır. 30 ədəddir. Amma bax belə nazik bir dəmirdən istifadə edərək bura bir dəmir qoyursan, üstünə bir seksiya qoyursan və yenə də bir dəmir qoyursan, seksiya qoyursan, yəni bu hissələr ikisini qoymaq olur. Ancaq üçüncünü qoymaq üçün, dördüncünü qoymaq üçün çöl çərçivəni artırmaq lazımdır. Hələ ki belə satılır da. Yəni kim alsa, yəni başa salınan ki, eləmək olar. 30, 30, 30, 90, 120-yə kimi çıxarda bilir. Bax bu aparat. Hal-hazırda 30 ədədli satılır. Bu 6-cı aparatdır. 6-cı aparat barəsində kim əlavə məlumat istəsə, yenə deyirəm, həmin nömrə ilə WhatsApp-la əlaqə saxlaya bilər. İnşallah istəyən olsa 10 gün, 15 gün qabaqdan sifariş verə bilər. Demək dəyərli dostlar, bax bir şey də sizə deyim ki, bax bütün aparatların hamısında bax bu çox adam alanda deyir nədən ötərdir? Bu deyim sizə. Həm bunu götürmək üçündür, qapağı götürmək üçün. Bir də ki, bax bu görürsünüz, yenib qalxır. Yenib qalxır. Yəni ona görə yenib qalxır ki, bax bu. Yəni seksiyanı artıranda bu ilə nizamlayırsan. Bax bunu götürdük. Bu dəmir pişirəndən sonra yem sıxılır. Yəni o dediyim kimi o çəkilişlərdə var pişirmə qaydası. Bu yem sıxıldıqca tam gedib bu dəmir seksiyanın üstündə oturdusa artıq sıxmaq olmaz. Bax görürsünüz, bu ilə bərabərdir. Bu da o deməkdir ki, artıq üst qapaq dəmirin üstündə oturub. Ehtiyac yoxdur sıxmağa. Tam hazırdır. Yəni bu ölçüdür. Tək mərtəbəlidə bax bu qaydada 2 mərtəbə olanda artıq bu ilə nizamlayırsan. Qabaqca ölçünü götürürsən dəmirin üstündə, sonra yemi doldurub pişirirsən. Bunu da sıxdıqca, bu qaydada, sıxdıqca, yem yendikcə, pişdikcə artıq o əvvəlcədən qoyduğunuz ölçüdə tam gəlib dayananda artıq o deməkdir ki, dəmirin üstündə oturub, sıxmaq olmaz. Bax beləsinə. Bunun da ölçüsünü deyirəm sizə. Bunun ölçüsü hündürlük 74, uzunluq 54, 49 en, içinin ölçüsü 24, 27 yarım,
10 santı artırmaq üçün bunu 20 santı eləsiniz bu hissəni belə dəmirdən. Yəni bu dəmir hardasa mən sizə deyim 0.5 olmalıdır. Hə, 0.5 dəmirdən istifadə edə bilərsiniz. 0.5, 0.6, 0.7, 0.5-dən aşağı olmamaq şərti ilə. Çünki çox nazik olanda yandırır yəni. Yəni bunu hündürdə eləyə bilərsiniz. İstəsəz hündür eləsiniz 20 santı. İnşallah gələcəkdə çəkilişlərim olacaq. O barədə sizə ətraflı məlumat verəcəm. Həmin aparatı hündürlük. Bu bir mərtəbəlidir. Bir mərtəbəlidir. İnşallah 4-5 mərtəbəli ona aid ayrıca bir çəkiliş eləyəcəm. Yenə dediyim kimi baxıb həm düzəldə bilərsiniz, həm də sifariş verə bilərsiniz. Mənim özümdə var 4-5 mərtəbəlidir. Yəni o hardasa çıxardır 70-in, 80-ı, 100-ü, bax beləsə çıxardır. İnşallah növbəti çəkilişlərimdə onu sizə təqdim edəcəm. Bax dediyim kimi 4-cü, 5-ci, 6-cı aparatlar əlavə olaraq seksiyanı, yemi pişirmək üçün seksiyanı dəyişərək 80-100 ədəd çıxarda bilən yem aparatı əldə edə bilərsiniz. Bax belə, dəyərli dostlar, yem aparatları barəsində sizə məlumat verdim. Yenə dediyim kimi, istərsiniz düzəldin, istərsiniz sifariş verin, bu yemlərdən əldə edin və gedin, rahat balığınızı tutun. Ta artıq sizin bəhanəniz olmayacaq ki, yem tez əridir və yaxud yem aldım, bərk çıxdı və yaxud da ki, yemi atıran balıq gəlmir, neynəmir. Əgər bu aparat sizin əlinizdə olacaqsa, siz özünüz düzəldəcəksiniz. Tərkibini də sizə inşallah çəkiliş edib yerləşdirəcəm. İstəsə ki, mən sizə öyrənəm, amma mən verdiyim tərkiblər, reseptlər, super effekt verən reseptlər. İnşallah o barədə sizə çəkilişlər təqdim edəcəm. Baxarsınız, düzəldərsiniz və öz yeminizlə gedib rahat balıq tutarsınız. Hələlik inşallah gələcək çəkilişlərə gələk. Gələcək çəkilişlərimizdə inşallah sizə yeniliklərlə, maraqlı çəkilişlərlə və bildiklərimlə sizlərlə paylaşacağam. Hələlik videonu bəyənib paylaşmağı unutmayın.